ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Deməli, mövzu ər-arvadlıq haqlarındandır və xüsusən də yəni, zövcənin haqlarıdır və bu haqlara başlamazdan əvvəl istəyirik ki, xata olan bir məhfumu, hansı ki, bəziləri qadın haqqında etiqad etdiyi məhfum var, yəni onu düzəldək və bu məhfum onları nəyə vadar edir? Qadınla çox ehtiyatlı davranmağa vadar edir və onlar Quran ayəsində xata olaraq başa düşüblər və deyirlər ki, İnnə keydə əl-mərəti əşəddu min keydi şeytan, qadının hiləsi şeytanın hiləsindən daha şiddətlidir. Deyirlər ki, Allah Teala şeytanın hiləsini zikr edəndə deyir ki, İnnə keydə şeytani kənə zəifə, şeytanın hiləsi zəifdir, Nisə 76-da. Amma qadınların hiləsini zikr edəndə deyir ki, İnnə keydə künnə azim, həqiqətən sizin hiləniz böyükdür. Yəni, bu ayəyə əsasən qadınla şeytanla daha pis davranırlar. Qadınla davranarkən şeytandan pis davranırlar və deyirlər ki, bundan çəkinmə, həzər etmək lazımdır. Və bu məfhum da sözsüz ki, xatadır. Çünki Allah Teala şeytanın hiləsini vəsf edərkən onun zəif olduğunu qeyd edir. Bu da Allahın hiləsinə müqayisədə zikr olunur. Yəni Allahın qeydinə, hiləsinə müqayisədə şeytanın hiləsi zəifdir. وَلَمَّا وَصَفَ كَيْدَ الْمَرْأَ Amma qadının hiləsini vəsf edərkən onun böyük olduğunu vəsf edir. Yəni bin-nisbəti li-keydi Yusuf. Və bu da Yusuf aleyhissalamın hiləsinə nisbətdə qadınların hiləsi böyükdür. Artıq yəni qadınların hiləsi ilə şeytanın hiləsini yəni müqayisə etmək düzgün deyildir. وَعَلَى هَذَا نَقُولِ الْأَزْوَاجِ Və buna əsasən də ərlərə deyirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Rifqan bil qavarir. Yəni şüşələrə qarşı mülayim olun. Yəni onları nə adlandırdı? Şüşə. فَأَنْتُمْ تَتَعَامَلُونَ مَعَ مَخْلُوقٍ رَقِيقِ الْمَشَاعِرِ يُعْطِي بِلَا حُدُودٍ كُلُّ حَنَانٍ وَعَطْفٍ وَالْكَيْسِ مَنْ اكْتَشَفَ هَذِهِ الْأَحَاسِيسِ وَالْمَشَاعِرِ وَأَحْسَنَ تَوْجِيهَهَا Və siz yəni elə bir məxluqla, yəni hissiyatı incə olan bir məxluqla yəni davranırsınız. Onun hamısı şəfqət və istəkdir və ağıllı insan da bu hissiyatları açaraq düzgün şəkildə yönəldəndir. Zövcənin haqlarına başlamazdan əvvəl mən istəyirəm ki, sən bitərəf və insaflı mövqedə olasan və sənə bir sual verirəm deyir. Əgər sən bir xidmətçi tutsan bir gün ərzində və o xidmətçi sənin paltarlarını yusa, sonra sənin paltarlarını ütüləsə, sonra sənin yeməyini bişirsə və evi təmizləsə, uşaqlarını tərbiyə etsə və onun sənin yanında mükafatı nə olar? وَهَلْ سَتُقَابِلُ هَذَا الْإِحْسَانِ إِلَّا بِإِحْسَانِ مِثْلِ Məgər sən onun yaxşılığını, ona oxşar bir yaxşılıqla qarşılamayacaqsan, فَكَيْفَ بِزَوْجَتِكَ الَّتِي تَفْعَلُ هَذَا كُلَّهُ هَذَا بِخِلَافِ قَضَاءِ حَاجَتِكَ مِنْ جِمَاعٍ Və necə ola bilər ki, bütün bunların hamısını sənin üçün zövcən edir və əlavə olaraq da onunla yaxınlığın. فَلَا شَكَّ أَنَّ الزَّوْجَةَ الصَّالِحَةَ مِنْ أَعْظَمِ نِعَمِ اللَّهِ Və şək yoxdur ki,
salih zövcə Allahın böyük nemətlərindəndir kişi üçün İslam nemətindən sonra. وَلِذَلْكَ يَجِبُ عَلَى الرَّجُلِ حِفْظُهَا وَرِعَايَتُهَا və buna görə kişinin üzərinə düşən vacib olan onu qorumasıdır. وَاَنْ يَشْكُرَ رَبَّهُ عَلَى هَذِهِ النِّعْمَةِ və bu nemətə görə Rəbbinə şükür etməsidir. وَقَدْ جَعَلَ اللّٰهُ الْعَلَاقَةَ بَيْنَ الزَّوْجَيْنِ مِنْ أَوْثَقِ الْعَلَاقَاتِ الَّتِي عَرَفَتْهَا الْبَشَرِيَّةِ Allah Teala ər-arvad arasında olan əlaqəni bəşəriyyətin tanıdığı, bildiyi ən möhkəm, ən güclü əlaqələrdən etmişdir. فَرُبَّمَا لَا يُوجَدْ عَلَاقَ بَيْنَ اِثْنَيْنِ مِثْلَ مَا يُوجَدْ بَيْنَ زَوْجَيْنِ Yəni, ər-arvad arasında olan əlaqə kimi digər iki şəxs arasında heç bir əlaqə yoxdur. وَقَدْ رَبَطَ اللّٰهُ تَعَالَى هَذِي الْعَلَاقَ بِالْمَوَدَّةِ وَالرَّحْمَةِ Yəni, Allah Teala bu əlaqəni, bu bağlılığı sevgi və mərhəmətlə bağlamışdır. Necə ki, Allah Teala Rum surəsi 21-ci ayədə buyurur: وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Yəni, Allah Teala'nın qüdrət nişanələrindəndir ki, sizin özünüzdən zövcələr yaratdı. Sizin özünüzdən zövcələr yaratdı. Onunla, o zövcələrlə ünsiyyət, sükunət, rahatlıq tapmağınız üçün. Və sizin aranızda sevgi və mərhəmət qoydu. Sevgi və mərhəmət qoydu. Yəni, bu ayə əsasən, yəni, alimlər buyurur ki, yəni, ola bilərdi sevgi olmasın, amma sevgi olmayanda yəni, ailə rəhmətə görə davam edir. Demək, həm rəhmət var, həm sevgi var. İkisi olan daha güclü olur. Hətta sevgi də aradan qalxsa, amma ailə orada olan rəhmətə görə davam edir. Yəni, qəsd olunan odur ki, bu yəni, xislətlərin yəni, evlilikdə davamlı olmasıdır. وَكُلُّ مَا كَانَ مِنَ الْحُقُوقِ بَيْنَ الزَّوْجَيْنِ قَائِمٌ فِي الْحَقِيقَةِ لِحِفْظِ الْمَوَدَّةِ وَالرَّحْمَةِ بَيْنَهُمَا Demək, ər-arvad arasında olan haqların hamısı sevgi və mərhəmətin, yəni onların arasında o sevgi və mərhəmətin qorunması üçündür. Bunun qorunması üçün digər haqlar buyurulmuşdur. Qadın ərinin libasıdır. Onun örtüyüdür. Onun sükunətidir. Qəlbinin rahatlığıdır. Evladının anasıdır. Həyatda onun şərikidir. Fələhə hüququn aləz-zəvci. Onun əri üzərində haqları vardır. Necə ki, ərin onun üzərində haqları vardır. Allah Teala buyurur: وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ Kişilərin qadınlar üzərində haqqı olduğu kimi, qadınların da eyni ilə kişilər üzərində haqqı vardır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Tirmizdə gələn rəvayətdə buyurur ki: Ələ innə ləkum alə nisaikum haqqan və li nisaikum aleykum haqqa və bilin və agah olun ki, sizin qadınlarınız üzərində haqqı vardır və qadınlarınızın da sizin üzərinizdə haqqı vardır. فَعَلَى الرَّجُلِ الْمُسْلِمِ أَنْ يَتَفَهَّمَ هَذِهِ الْحُقُوقِ Yəni, müsəlman kişiyə vacibdir ki, bu haqları başa düşsün, anlasın və bunları bilərək zövcəsi ilə o sevgini, rəhməti qazansın, yaratsın. وَيُؤَدِّ مَا لَهَا مِنْ حُقُوقِ Və həmçinin bu haqları əda etsin, yerinə yetsin. وَاَنْ يَكُونَ حَرِيصًا عَلَى رِضَاهَا وَمَحَبَّتِهَا Və onun razılığına və onun sevgisinə həris olsun. Beləliklə onların arasında işrətin, yəni xoş münasibətin davamlı olması üçün. وَبِذَٰلِكَ لَا يَدَعْ لِلشَّيْطَانِ فُرْسَ لِلتَّحْرِشِ بَيْنَهُ وَبَيْنَ زَوْجَتِهِ Və beləliklə də özü ilə zövcəsi arasında aranın dəyməsinə şeytan üçün fürsət buraxmasın və onları aralamaq üçün fürsət buraxmasın. لِأَنَّ هَذَا هُوَ أَقْصَى مَا يَتَمَنَّهُ şeytan. Şeytanın ən güclü, ən böyük arzuladığı da elə budur. Yəni ərlə arvadı ayırmaq. وَأَفْضَلُ مَا يَدْخُلُ عَلَيْهِ السُّرُورُ هُوَ التَّفْرِيقُ بَيْنَ الزَّوْجَيْنِ Və şeytanın qəlbinə də ən böyük sevinç daxil edən də ərlə arvadın ayrılmasıdır. İnşallah Allahın izni ilə sənəqdə aleyh hədəl amr İnşallah bu məsələni burada qət edəcək. Səhih Müslimdə gələn hədisdə Cabir radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki,
İnnə iblisə yada'u arşəhu aləl-mə. İblis öz taxtını suyun üzərinə qoyur. Thumma yeb'atu saraya. Sonra qoşunlarını göndərir. Fəədnəhu minhum mənzilətən a'zamuhum fitnə. Yeci'u ahaduhum feyaqul. Və göndərdiyi qoşunlarından tabesində olan kimsələrdən ona ən yaxın olanı ən böyük fitnə törədəndir. Və onlardan biri gələrək deyir ki, filan işləri gördüm. Fəyəqulu mən sana'ta şeyən. Ona deyir ki, sən heç nə etməmsən. Thumma yeci'u ahadun fəyəqulu mə tərəktu hatta farraqtu beynəhu və beynə muratihi. Və o birisi isə gəlib deyir ki, mən o qədər çalışdım, nəhayət sonunda ərlə arvadının arasını vurdum, ayırdım. Fəqalə fəyudnihi min və yəqul nə'am ənt. Və deyir ki, onu özünə yaxınlaşdırır, deyir ki, bəli, sən böyük iş gördün. Və minəl hüquq əz-zəvciyyə liz-zəvcə. Demək, ər-arvadlıq haqlarından, yəni qadının haqları qeyd olunur. Və onlardan əl-mehr və sadaq. Mehir və sadaq deyilir. Mehir yəni başlıqdır. Başlıq parası. Və huvəl-mə'lul-ləzi yəttəxuduhul-mar'a təntəfi'u bihi vəhdəhə bisəbəbi nikah. Və o da qadının evlənmə səbəbi ilə götürdüyü maldır. Və hukmu vəl-vucub və onun da hökmü vaciblikdir. Və buna dəlil isə Qur'andan Allah Teala buyurur: "Və atun nisaa saduqatihinna nihla fe in tibna lakum an şey'in minhu nafsan fakuluhu hani'an mari'a." Siz qadınların mehirlərini vacib olaraq verin. Əgər onlar könül xoşluğu ilə kiməsə verərsə, onda xoşucanlıqla yeyin. Yəni Allah Teala yəni bu mehirləri onlara əlavə etdi. Yəni onlara mənsub etdi. Yəni onların mülküdür və bu da dəlalət edir ki, mehir xalis qadının haqqıdır. Yəni yalnız tək o faydalana bilər. Yəni heç kəsin orada faydalanma haqqı yoxdur. Hətta valideyn olsa belə, ən yaxını olsa belə. İllə izə əzinət. Yalnız izin verdiyi zaman, izin verərsə, onda yəni azaddır. Və həmçinin digər ayələrdə vardır. Nisə 25, Nisə 24-də də fənkihuhunna bi idni əhlihinna və atuhunna ucurahunna bil ma'ruf. Yəni onlarla evlənin, əhlinin, ailəsinin izni ilə və onların haqqını, yəni mehirlərini verin. Və həmçinin Nisə 24-də də fəatuhunna ucurahunna fəriida. Onların mehrini fərz olaraq verin. Və idə a'tatil mar'atu mahraha li ahadin bisəbəb muxadi'atin əv ikrahin əv hayyan əv xawf fəl-mahru haramun alə mən əxədə və əkələ. Əgər qadın mehrini hilə və yaxud da məcburiyyət yolu ilə və yaxud utanaraq, qorxudan kiməsə verərsə, artıq o mehir o kimsəyə götürən kimsəyə, yeyən kimsəyə artıq haram olur. Və həmçinin sünnədən də dəlillərdən Buxari Müslimə gələn hədisdə Ənəs radiyallahu anhudan Abdurrahman ibn Avf radiyallahu anhu deyir ki, qalə li Rasulillahi sallallahu aleyhi və səlləm təzəvvəctu imra'atə fəqalə mə astaqtə qalə vəznu nəvat min dəh fəqalə barikallahu ləkə avlin vələv bişət. Peyğəmbər sallallahu aleyhi və səlləmə Abdurrahman ibn Avf deyir ki, mən bir qadınla evləndim. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mehir olaraq nə verdin? Deyir ki, xurmanın çəyirdəyi çəkisində qızıl. Və onda deyir ki, Allah sənə bərəkət versin. Yəni, bir qoyun olsa, kəsərək qonaqlıq ver. Buxari və Müslimə gələn hədisə Ənəs radiyallahu anhudan Ənə Rasulullah sallallahu aleyhi ve sellem a'taqa safiyyətən və cəalə itqaha sadaqaha. Peyğəmbər sallallahu aleyhi ve sellem safiyyəni azad edir və onu azad etməsini mehir hesab edir. Və bundan başqa da dəlillər vardır. وَالَّتِ تَدُلْ عَلَى وُجُوبِ صَدَاقِ الْمَرْأَةِ Və qadının mehrinin vacib olmasına dəlalət edən dəlillərdən وَهَذَا مَا أَجْمَعَ عَلَيْهِ الْمُسْلِمُونَ Və buna da həmçinin müsəlmanlar yəni icma etmişlər. وَلَقَدْ حَذَّرَ الْإِسْلَامِ مِنْ خِدَاعِ الْمَرْأَةِ وَأَكْلِ مَهْرِهَا Və İslam artıq qadını aldatmağı və onu məhrini yeməyi haram etmiş, çəkindirmişdir və Peyğəmbər s.ə.v hədələmişdir bununla mən fəalə hədə bi əşəddil vəid kim bunu edərsə şiddətli şəkildə onu hədələmişdir. Hədis Hakim Müstədil əsərində keçir. Həsən isnadla Şeyx Albani həsənləşdirmişdir və buyurur ki İnnə a'zamə zunub indallah
günahların Allah qatında ən böyük olanı raculun təzəvvəcə imra. Yəni bir kişi bir qadınla evlənir. Fələmmə qada hacətəhu minhə, ondan ehtiyacını ödədikdən sonra dallaqaha, onu boşuyur və zəhəbə bi məhriha və mehrini də vermir. Və həmçinin o günahlardan və raculun istəmələ raculan fəzəhəbə bi ucuratihi, və bir də odur ki, işçi tutur, işlədir və sonra onun haqqını vermir. Və axar yaqtulu dəbbətən abəsən, və üçüncü də o günahdır ki, bir heyvanı boş yerə, əbəs yerə öldürür. Və həmçinin haqlardan gəlir ən yuhsinəl muaşirə bil ma'ruf, husnəl işra. Yəni onunla gözəl davranmaq, gözəl şəkildə davranmaq. Və bundan nəzərdə tutulan, yəni gözəl yoldaşlıqdır, əziyyəti saxlamaq və bacardığı halda, gücü çatdığı halda onun haqlarını gecikdirməmək. Və izharul bişri və talaqat və inbisat, və onunla gülər üzlə davranmaq, yəni gülər üzünü izhar etmək və buna da sözsüz ki, bu da vacibdir, ərə vacibdir ki, yəni xoş davranması, gülər üzlə davranması və buna da əsl odur ki, Nisə surəsi 19-cu ayədə Allah təala buyurur: "Və aşiruhunne bil ma'ruf." Onlarla gözəl şəkildə davranın. İbn Kəsir rahimehullah bu ayənin təfsirində buyurur ki: "Ey tayyibu aqwalakum lahunna." Yəni siz sözlərinizi onlar üçün pak edin, təmiz edin, gözəl edin. Və hassinu af'alakum və hay'atikum bihasabi qudratikum. Siz əməllərinizi, formanızı bacardığınız qədər gözəl edin, necə ki siz onlardan gözəl formada, geyimdə, hərəkətdə olmasını istəyirsiniz və siz də gözəl şəkildə geyinin, gözəl şəkildə olun. Fəf'al əntə bihə mitlə, sən də onun mislini et. Necə ki sən özün ondan istəyirsən, istədiyin şəkildə özündə ol. Necə ki Allah Teala buyurur: "Və lehunnə mislul-ləzi aleyhinnə bil ma'ruf." Necə ki kişilərin qadınlar üzərində haqqı olduğu kimi, eyni ilə də qadınların kişilər üzərində haqqı vardır. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Xeyrukum xeyrukum li əhlihi və ana xeyrukum li əhli." Və sizin ən xeyirliniz ailəsi üçün xeyirli olandır və mən də sizin şərinizdə öz ailəm üçün ən xeyirli olanam. Qurtubi rahimehullah bu ayənin təfsirində buyurur: "Və hada mislə qavlihi." Və bu da Allah Taala'nın digər ayəsi kimidir: "Fəimsakum bima'ruf." Ya da yaxşı saxlamaqdır. Yəni buraxanda da, boşayanda da gözəl şəkildə tərk eləməsi və saxladığı zamanda ma'ruf, yəni yaxşı, gözəl şəkildə saxlamasıdır. Və zəlikə təvfiyyətu haqqiha minəl məhr. Bu da necə olur? Onun mehirdən və xərclikdən nəfəqa deyilir. Ümumi bu nəfəqa adlanır. Yəni onun evlə təmin etməsi, əyin başıdır, yeməkdir, bütün bunların nəfəqəyə daxildir və bunları tam şəkildə verməsidir. Və əllə ya'bəsə fi vəcihə bi qeyri zənbin, heç bir günah olmadan üzünə qaşqabaqlı şəkildə çıxmamasıdır. Yəni qaşqabaqlı olmaması, üzünü turşutmamasıdır. Və əllə yəkuna fazzan qaliza və la qaliza, nə sərt, nə də qaba olmamalıdır. Və la muzhiran meylan ilə qeyrihə, və başqasına da meyl etdiyini, əgər digər zövcəsi varsa, ona meyl etdiyini aşkarda hiss etdirməməlidir, izhar etməməlidir. Və hədihil əyə alə icaziyyə, deyir ki, bu ayə qısa olmasına baxmayaraq, bir dənə iki kəlmədir, imsakun bi ma'ruf. Qısa olmasına baxmayaraq, gözəl davranışın bütün növlərini özündə əhatə etmişdir. Min husnil muamilə ma'az zövcə, zövcə ilə gözəl davranmaq, ona xor baxmamaq, onun ailəsini məzəmmətləməmək, pisləməmək və bundan başqa qadının xoşlamadığı, sevmədiyi işləri ona etməmək. Fələ yənbəği lizzəvci ən yef'aləhə ma'al mar'a, yəni kişiyə yaraşmaz ki, zövcəsi ilə bunları etsin. Fəttəqilləhə iyyəz zövc fi zəvcətikə, və buna görə də, ey ər, sən öz zövcən haqqında Allahdan qorx. Vanzur bi'aynin minər rəhmə, və rəhmət gözü ilə bax. Peyğəmbər sallallahu aleyhi və səlləm sözünə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İstavsu bin nisai xayra. Qadınlarla xeyirli, yaxşı davranmağı sizə tövsiyə edirəm. Ev ki, Peyğəmbər sallallahu vəsiyyətidir. Vəsiyyət olaraq götürün. Fə innəhunnə avanin indəkum. Çünki onlar sizin yanınızda əsirlərdir. Əsir, avan əsir deməkdir.
Yəni bu da dəlalət edir ki, əsirdirsə, yəni zəifdir, miskindir. Mə'nə qavli Nəbi s.ə.v Peyğəmbər s.ə.v hədisdə keçən istəvsu sözü isminəl istisa, yəni vəsiyyəti qəbul edin. Fəkəənnəhu yəqul, elə bir Peyğəmbər deyir ki, usikum bihimnə, yəni mən onları sizə tapşırıram. Mənim onlar haqqında olan vəsiyyətimi qəbul edin. Fəyəcib alə zəvci əl-ihsən iləyhə və buna görə kişiyə vacibdir ona yaxşılıq etməsi və ən yətəraffaqa bihə onunla yumşaq olması, davranması və Peyğəmbər s.ə.v buyurur mən yuhramur rifqa yuhramul xayra kulləh. Kim deyir mülayimlikdən, yumuşaqlıqdan məhrum olarsa, yumuşaqlıqdan məhrum olan kimsə bütün xeyirdən məhrum olar. Və həmçinin Peyğəmbər s.ə.v qadınlar haqqında tövsiyə etmişdir. Necə ki, Buxarıda gəlir və Müslimdə gəlir bu hədis. İstəvsu bin nisəy xeyra, yəni qadınlarla yaxşı davranın, bu barədə olan tövsiyəmi qəbul edin. Fə innəhunnə xuliqnə min zılə ə'vac. Çünki onlar əyri qabırğadan yaranmışlar. Və innə ə'vacə şeyin fi zılə ə'lə və qabırğanın da ən əyri hissəsi, ən üst hissəsidir, ən yuxarı hissəsidir. Fə in zəhəbtə tuqiməhu kəsərtə. Əgər sən o əyri yeri düzəltmək istəsən, sındıracaqsan. Və in taraktəhu ləm yəzəl ə'vəcən. Əgər onu toxunmasan, əyri olaraq qalacaqdır. Fəstəvsu bin nisəi xeyra və qadınlarla yaxşı davranın. Və Nəbi s.ə.v yuraqiyu fi husnul müaşirətə mə'an nisə. Peyğəmbər s.ə.v qadınlarla gözəl davranmağa rəğbətləndirir. İzə alimər racul fitrətəl mər'a əlləti fataraha Allahu aleyhə. Əgər kişi qadının fitrətini bilərsə, hansı ki Allah Teala qadını o fitrət üzərində yaradıb, onu bilərsə, fə'inəydin yətəaməlu alə hədəl əsas və onda bu əsas üzərində o qadınla davranar və o fəzilət babından və onunla əxlaqını gözəlləşdirər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Necə ki, Tirmizə gələn rəvayətdə səhih isnadla Əkməlul mümininə imanən əhsənuhum xuluqan. Möminlər içərisində imanı ən kamil olan, əxlaqı ən gözəl olandır. Və xiyarukum xiyarukum li nisəihim. Sizin xeyirliniz qadınları üçün xeyirli olandır. Və Tirmizi və İbn Hibbəndə gələn əsərlərin, hədislərdə isə yenə səhih isnadla gəlir. Xeyrukum xeyrukum li əhli. Sizin ən xeyriniz ailəsi üçün xeyirli olandır. Və ənə xeyrukum li əhli və mən də sizin içərinizdə öz ailəm üçün ən xeyirli olanam. Və ləmmə xatabə Ali radiyallahu anhu Fatimətə radiyallahu anhə qalə Rasulullah s.ə.v hiyə ləkə alə ən tuhsinə suhbətəhə. Bu hədis Tabaranidə keçir səhih isnadla. Yəni Əli radiyallahu anhu Fatimə ilə evlənmək istədiyi zaman, nişan bağladığı zaman Peyğəmbər s.ə.v deyir ki, yəni o sənindir, amma onunla yaxşı davranmaq şərti ilə, yəni gözəl davranmaq şərti ilə. Və yaxşı davranmaq və gözəl davranmağa aiddir. Birinci, gülər üzlü olmaq və xoş sözlər demək. Gülər üzlü olmaq və xoş söz demək. Müslümün səhih əsərində gəlir, Peyğəmbər s.ə.v buyurur, Lə təhqirannə minəl mə'rufi şeyə. Sən yaxşı əməllərdən heç birini aşağı dəyərsiz görmə. وَلَوْ أَنْ تَلْقَ أَخَاكَ بِوَجْهٍ طَلْقٍ. Və hətta qardaşınla gülər üzlə qarşılaşmağı belə. Yəni biganə yanaşmada. Demək ki, bu nə əməldir ki, mən buna məhəl qoymaması. Bilməli ki, bunun özündə də savab vardır. Yəni, insan etdiyi əmələ biganə yanaşmamalı və belə insanların gözündə aşağı görünən bir əməl olsa belə, yəni o belə böyük bir əməl olmasa belə diqqət yetirməlidir. Və digər rəvayətdə isə Əbu Davudda keçir, Şeyx Alban rahimehullah səhihləşdirmişdir və buyurur ki, Lə təhqirannə minəl ma'rufi şeyə və ən tükəllimə əxaka və əntə munbasitun iləyhi bivəcik fə innə zəlikə minəl ma'ruf. Sən yaxşı əməldən heç birini xor görmə, aşağı görmə, hətta qardaşınla danışdığın zaman
Yəni gülər üzlə danışmağını belə aşağı görmək. Çünki bu özü də məruf sayılır, yəni yaxşı əməl sayılır. Fəhədə yəkunu minəl məruf mə axikəl muslim əl-qarib ankə. Əgər bu sənin müsəlman qardaşınla, səndən uzaq olan qərib bir kimsə ilə belədirsə, fəmə bəlükə izə kənəl vəcvül munbasir li zövcətik. Onda sənin öz zövcənlə xoş, gülər üzlə danışmağın, davranmağın necə olar? Peyğəmbər s.ə.v buyurur, Buxari və Müslimə gələn hədisi Əbu Hureyra radiyallahu anhudan vəl-kəlimətu tayyibətu sadaqa. Yəni xoş kəlmə sədəqədir. Gözəl söz sədəqədir. Və men əhaqqu minəz-zəvcəti bihədəl ma'ruf. Yəni bu yaxşılığa zövcədən daha haqlı, daha layiq olan kim vardır? Və hədihi sadaqa və həmçinin bu sədəqəyə. Fəc'al kəlaməkə li zəvcətikə ibadə. Və sən zövcənlə olan kəlamını, danışığını ibadət hesab elə. İnnə lil kəliməti tayyibəti sihran fi qulubin nas. Həqiqətən gözəl sözün, xoş kəlmənin insanların qəlbində bir sehir kimi təsiri vardır. Və xüsusən də qadınlara. Fə innəhunə əshabu avatif tuheyyicuhə əl-ibtisamətu vəl-kəlimut tayyib. Çünki onlar hissiyyat sahibləridir. Hətta gülər üz və xoş söz onlara təsir edir. İnnəl mərətə lə təhtəcu ilə məlin və məta'id dünya. Yəni qadın, yəni çoxlu mal dövlətə, dünya malına ehtiyacı yoxdur. Mimmə təhtəcu minəl kəliməti tayyibə. Yəni xoş sözdən daha çox ona ehtiyacı yoxdur. Yəni ən çox ona ehtiyacı olduğu xoş sözdür. Təş'uru fiyhə bi kəramə. Yəni o xoş sözdə qadın öz hörmətini, insani qiymətini hiss edir. Fəl-kəlimətu tayyibə vəl-ibtisamətul cəmilə min əğləl hədəyə əlləti yuqaddimuha zövcü zəvcətiyə. Deməli, xoş söz və həmçinin gözəl şəkildə gülümsəmək, gülərüzlü olmaq, kişinin zövcəsinə təqdim etdiyi ən dəyərli, ən bahalı, ən qiymətli hədiyyələrdəndir. Xüsusən indəmə təqumul mər'atu bi xidməti beytihə və zövcühə. Və xüsusən də qadın evin və ərinin xidmətində durduğu zaman fəyuqabiluha bil kəliməti tayyibə. O yaxşılığı gözəl sözlə qarşılayır. Ona dua edir. Və dua ən yubarikallahu fiyhə. Və ona dua edir ki, Allah bərəkət versin. Fəl-mər'atu in vəcədət ma'rufəhə yüşqə. Və qadın görəndə ki, onun yaxşı işləri təşəkkür olunur, şükürlə qarşılanır və onun etdiyi yaxşı əməllər zikr olunur, küfr olunmur, onda o da öz ərini tərifləyir və ona olan yaxşılığında daha fəal olur və onun əmrini daha gözəl şəkildə yerinə yetirir. Bəlkənə dəlikə mu'inən ləhə aləl-bəqa aləl-işrə. Və bu özü, bu yəni davranış, gözəl davranış, xoş sözlər və bu gözəl işrətin, yəni davranışın davamlı olmasına yardım edir. Vandur axil həbib li təva və cəzəl kələmi tayyib. Bax, ey qardaşım, xoş sözün mükafatına və savabına. İmam Əhməd və Hakim öz əsərlərində İbn Ömər radiyallahu anhumadan rəvayət etmişlər, təxric etmişlər. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. İnnə fil cənnətiğurafə. Cənnətdə bir otaqlar vardır. Yura zahiruha min batinə. O otaqların çölü daxilindən görsənir. Və batinuha min zahirihə və daxili isə çölündən görsənir. Fəqalə Əbu Məlik əl-Əş'ari, Əş'ari radiyallahu anhu, Əbu Məlik əl-Əş'ari radiyallahu anhu deyir ki, limən hiyə ya Rasulullah, yəni bu otaqlar kimlər üçündür? Yəni Peyğəmbər deyir, belə otaqlar var və sahabə də soruşur ki, bu otaqlar kimlər üçündür? Və Peyğəmbər s.ə.v buyurur ki, limən atabəl kələm və ət'amət ta'am və bətə qaimən və nəsu niyəm. Yəni bu otaqlar xoş söz deyənlərə, yemək yedirənlərə və insanlar yatdığı zaman qiyamda olanlara, yəni gecə vaxtı, gecə namazını qılanlara. Limən atabəl kələm, yəni danışığını, sözlərini yaxşılaşdıranlara. Şeyxlərdən biri deyir ki, İnnəl kəlimətə tayyibə ağlə ində zəvcə fi kətir minəl əhyan minəl hüliyyə səminə. Yəni, xoş söz bir çox vaxtı qadınlar üçün qiymətli, bəlbəzək əşyalarından da daha qiymətlidir. Hətta bahalı paltardan da qiymətlidir. وَذَٰلِكَ لِأَنَّ الْعَاطِفَةَ الْمُحَبِّبَ الَّتِي تَبُثُهَا الْكَلِمَةُ الطَّيِّبَةُ غِذَاءُ الرُّحِ. Çünki belə xoş sözlər ruhun qidasıdır. فَكَمَا أَنَّهُ لَا حَيَاةَ لِلْبَدَنِ بِلَا طَعَامٍ. Necə ki, bədənin
yemək olmadan, yeməksiz həyatı olmadığı kimi, həmçində ruhun da şirin, incə söz olmadan həyatı yoxdur. Yəni, ruhun da həyatı xoş sözləndir. Və sən də öz zövcənə ləzzətli bir yemək bişirdiyi zaman, o yeməyi bir qabda təqdim etdiyi zaman təşəkkür et. Hansı ki, o yeməyi əlləri ilə hazırlayıb və gülər üzlə və onu tərifləyərək təşəkkür et. Və təhəddət ən məhasiniyə və cəməli, onun gözəlliyindən danış. Və nisə yu'cibuhun nəfsənə, çünki qadınların tərif xoşuna gəlir. Tərifi xoşlayırlar və onlara təsir edir. Udkur ləhə imtinənəkə li riayətihə və xidmətihə ləkə və li beytikə və avladik, və onun bu yaxşılıqlarını, xidmətini, sənə, evinə və evladına olan xidmətini xatırla və təşəkkürlə qarşıla. Necə ki deyilmişdir, min husnil işrafi tıybul kələm və husnil fial və heyət və təqadi anil həfəvat. Gözəl davranışa aiddir, xoş söz, yaxşı əməllər, yaxşı formada geyimdə olmaq və bir də xatalara göz yummaq. Xatalara, səhvlərə göz yummaq. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmin feilinə, öz əhli beyti ilə olan davranışına. Müslümdə gələn rəvayətdə Ayşə radiyallahu anhə deyir ki, Kuntu əşrabu minəl inəyi və ənə haid. Mən heyzliyikən bir qabdan su içirdim. Sonra o qabı Peyğəmbər sallallahu aleyhi və səlləmə verirdim. Fəyəda'u fəhu alə mevdi'i fi. Peyğəmbər sallallahu aleyhi və səlləm o qabdan mənim ağzımla içdiyim yerdən içərdi. Və ət'arraqul irqa və ənə haid. Mən ətin olduğu bir sümüyü götürərdim, o ətdən yeyərdim. Fəu'tihin Nəbiyyə sallallahu və yedikdən sonra Peyğəmbər sallallahu verirdim. Fəyəda'u fəməhu fil mevdi'illəzi vəda'tu fihi fəmi. Mənim ağzımı qoyduğum yerdən Peyğəmbər sallallahu dişləyərək yeyərdi. Bu da dəlil, yəni Peyğəmbər sallallahu yəni gözəl davranışına. Və həmçinin gözəl davranışa daxildir. Ən yecsə ma'aha və yu'anisəha və yusamirəha. Onunla birgə oturmaq, ünsiyyətdə olmaq və gecə onunla söhbət etmək. Kəmə kənə yef'alu Nəbi sallallahu əleyhi və səlləm ma'azvacini. Peyğəmbər sallallahu əleyhi və səlləm öz zövcələri ilə belə edərdi. Fəqat kənə Nəbi sallallahu əleyhi və səlləm yusalli al-işə thumma yezhabu ilə beyti. Peyğəmbər sallallahu əleyhi və səlləm işanı qıldıqdan sonra evinə gedərdi. Və yədxulu alə əhlihi və yuhaddithuhum və yusamiruhum. Ailəsinin yanına daxil olar və onları danışdırar və onlarla səmar edərdi. Səmar. Səmar ərəb dilində gecə söhbətinə deyilir. Gecə danışığına, gecə oturaraq söhbət etməyə. Fələhunnə aleyhi hüquq, onların Peyğəmbər s.ə.v üzərində haqlar var idi. Fəliyəntəbi ilə həzəllədinə yaqdunə səharatim aləl-məqahi əv fin-nəvadi əv indəl ixvə thumma yədəv ilə beydi və zəvcətü nəimə. Sən deyir, bax o kəslərə ki, onlar vaxtlarını, gecə vaxtlarını çayxanalarda keçirir və yaxud digər klublarda keçirir və yaxud da qardaşların yanında keçirir, sonra evinə gəldiyi zaman artıq zövcəsi yatmış olur. Və rubbəmə xaracı fissəbə vahiyyə nəimə aydan. Və bəzən də səhər evindən çıxdığı zaman o yenə yatmış olur. Fəəynəl vuddu vəl-unsu və husnul işrə. Onda o sevgi, ünsiyyət, gözəl davranış harda qaldı? Əynə huvə min hədi Nəbi sallallahu aleyhi və səlləm və o insandır Peyğəmbər sallallahu aleyhi və səlləmin davranışından hardadır? Allah Teala Əhzab surəsi 20-ci ayədə buyurur: "Laqad kana lakum fi rasulillahi uswatun hasana." Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmdə sizin üçün gözəl nümunə vardır. Buxari Müslimdə gələn hədisi Ayşə radiyallahu anhadan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fəcr namazının 2 rəkat sünnəsini qıldıqda sonra فَاِنْ كُنْتُ مُتَيَقِّضَةً حَدَّثَنِ. Əgər mən ayıqamsa, ayıq olduğum zaman mənimlə danışardı. وَاِلَّا اِطَّجَعَ حَتَّى يُؤَذِّنَ بِالصَّلَاةِ. Yoxsa uzanardı iqamə verilənədək. Və həmçinin gözəl davranışa aiddir. Ən yətəzəyyənə və yətəcəmmələ ləhə. Yəni kişinin qadın üçün bəzənməsi, gözəlləşməsi. Fəminəl müaşirəti bil ma'ruf ən yetəzəyyənə və yetəcəmmələ ləhə. Və həmçinin gözəl davranışa aiddir.
kişinin də bəzənməsi necə ki, özü istəyir ki, qadını özü üçün bəzənsin. Qalə Yahya ibn Abdurrahman el-Hanzali Əteytu Muhammed ibn Hənəfiyyə fəxarəcə iləyyə fi milhafətin hamra və lihyətuhu تقطر من الغالية فقلت ما هذا قال إن هذه ملحفة ألقتها علي امرأتي ودهنتني بالطيب وإنهن اشتهين منا ما نشتهي منهن. Və burada gəlir Yahya ibn Abdurrahman el-Hanzali deyir ki, mən Muhammed ibn Hənəfiyyənin yanına gəldim və o mənim yanıma qırmızı yorğanda çıxdı və saqqalından da ətir tökülürdü. O vaxt yəni yağlı ətirlər olur, tökülürdü və dedim ki, bu nədir? Deyir ki, bu yorğanı mənim üzərimə yoldaşım atıb və məni ətirləyib və biz onlardan istədiyimizi onlar da bizdən istəyirlər. Yəni bəzənməyi, gözəl olmağı, ətirlənməyi. İbn Abbas radiyallahu anhuma deyərdi ki, İnni uhibbu ən ətəzəyyənə limrati kəmə uhibbu ən tətəzəyyənə li. Deyir ki, zövcəmin, yoldaşımın mənim üçün bəzənməsini sevdiyim, istədiyim kimi mən də onun üçün bəzənməyi sevirəm, istəyirəm. Və həmçinin dördüncü gözəl davranışa aiddir sevgi və mərhəmət. Əl-məvəddətu vəl-rəhmətu aslu husnü suhbəti vəl-muaşirə. Gözəl davranışın əsli, bünövrəsi, kökü sevgi və mərhəmətdir. Və səadətin sirri də elə budur. Xoşbəxtliyin sirri də sevgi və mərhəmətdir. Allah Teala buyurur: "Və min ayati an xalaqa lakum min anfusikum azwajan litaskunu ilayha və ceale beynekum mevaddeten və rahme." Allahın qüdrət nişanələrindəndir ki, sizin özünüzdən sizin üçün zövcələr yaratdı, onlarla ünsiyyət tapmağınız üçün və sizin aranızda sevgi və mərhəmət qoydu. Və sevgi və mərhəmətin formalarından necə ki xəbərdə gəlmişdir, İmam Müslümin əsərində möminlərin anası Aşir radiyallahu anhadan deyir ki, "Mə daraba Rasulullah sallallahu aleyhi və səlləm şeyən qattu biyədihi." Peyğəmbər sallallahu aleyhi və səlləm əli ilə heç bir şey vurmamışdır. Nə qadın, nə xidmətçini. İllə ən yücəyri fisəbillah, Allah yolunda vuruşduğundan başqa. Və mə nilə minhu şeyun qattu fəyəntəqimu min sahibihi. Ona bir şey toxunduğu zaman, yəni ona görə heç vaxt onu edəndən intiqam almamışdır. İllə ən yuntəhəkə şeyun min məhadimillah fəyəntəqim. Yalnız Allahın qoyduğu qaydalar pozulduğu zaman, haramları işləndiyi zaman onda Peyğəmbər sallallahu intiqam alardı. Və hədəl hədis yubeyyinu bicələ ennə nəbiyyə sallallahu ləm yəntasir nəfsi qat. Bu hədis açıq-aydın bəyan edir ki, Peyğəmbər sallallahu heç vaxt öz nəfsi üçün intiqam almamışdır. Əksinə öz zövcələri ilə sevgi və mərhəmətlə davranardı. İllə ən tuntəhəkə məharimullah. Allahın qoyduğu qaydalar pozulduğu zaman bu istisnadır və onda qəzəblənərdi. Və həmçinin gözəl davranışa daxildir. Evə girdiyi zaman zövcəsinə salam verməsi. Bu da kişinin zövcəsinə olan gözəl davranışına aiddir. Evinə girdiyi zaman salam verməsi və bu da sevginin, rəhmətin, mərhəmətin ər-arvad arasında yayılmasına səbəbdir. Və həmçinin bərəkətin gəlməsinə səbəbdir. İmam Müslimin Səhi əsərində Peyğəmbər s.ə.v buyurur: "Vəlləzi nəfsi biyədih." Nəfsim əlində olan and olsun ki, "Lə tədxulunəl cənnətə həttə tu'minu." İman gətirmədikcə cənnətə girməzsiniz. "Və lə tu'minu həttə təhabbu." Və bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız. "Əvələ ədullukum alə şeyin idə fəaltumuhu təhabəbtum." Mən sizə elə bir şey öyrədimmi, göstərimmi ki, onu etdiyiniz zaman bir-birinizi sevərsiniz. "Əfşus sələmə beynəkum." Və öz aranızda salamı yayın. Və həmçinin Tirmizdə gələn rəvayətdə Ənəs radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Ya buneyyə, idə dəxəltə alə əhlikə fəsəllim." Ey oğlum, evinə girdiyin zaman, əhlinin, ailənin yanına girdiyin zaman salam ver. "Yakun sələmukə barakətən aleyk." Fikir verin, sənin deyə salam verməyin sənə bərəkət olar. "Və alə əhli beytikə." Və həmçinin sənin ev əhlinə bərəkət olar. Evə girdiyin zaman salam vermək, hətta boş olsa belə. Bu hədis səhihdir, səhih tərğib və tərhibdə keçir. وَمَنْ دَخَلَ عَلَى أَهْلِهِ بِسَلَامٍ فَهُوَ فِي كَلَإِ اللّٰهِ وَحِفْظِهِ وَرِعَايَتِهِ. Kim evine girdiği zaman, fikir verin,
kim evinə girdiyi zaman salamla daxil olarsa, o insan Allahın himayəsində, Allahın hifzində, Allahın qorumasında olar. Həqiqətən dəhşətli hədislər var. Bu barədə Abu Davud və İbn Hibbanda keçir. Abu Umamə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Sələtətun kulluhum daminun alallah. Yəni, 3 kimsə vardır ki, onların hamısı Allahın qorunması himayəsindədir. İn aşə ruziqa və kufi. Əgər o insan yaşayarsa, ona ruzi verirlər və o qorunar. Və immətə ədxələhullahul cənnə. Və ölərsə, Allah da cənnətə daxil edər. Mən dəxələ beytəhu fəsəlləmə fəhvə. Onlardan biri də evinə girdiyi zaman salam verəndir. Evinə girdiyi zaman salam verən Allahın himayəsində olar. Və həmçinin gözəl davranışa aiddir. Onun ailəsinə də hörmət etmək. Zövcənin ailəsinə hörmət etmək. Fəyuvaqdiruhum, onlara ehtiram etməsi. Və yərfa'u min şənihim əməməhə xasa. Və xüsusən də onun qarşısında, yəni onların dərəcəsini, valideynlərinin dərəcəsini qaldırmasıdır və onları danlamamasıdır, məzəmmətləməməsi, pisləməməsidir. Və hədə yəzidu min məhəbbəti zəvcəti li zəvcəyə. Xüsusən də, yəni zövcənin ailəsinə insan hörmət qoyanda və bu sevginin artmasına daha böyük bir səbəbdir. Və muamələtu əhli bil misl fəyəkunu əl-vifaq bədələn minəşşiqaq. Və elə bilir ki, ayrılığın əvəzinə daha da birləşmə hasil olur. Yəni bu, yəni ailəsinə hörmət qoyduğu üçün o zövcəsi də ərinə hörmət qoyur. Vəl-ulfətu məkən nufra vəl-uns məkən vəhşə. Və buna görə, yəni ayrılığın yerinə ülfət hasil olur və həmçinin uzaqlaşmağın əvəzinə ünsiyyət hasil olur. Və həmçinin davranışlara daxildir, gözəl davranışa. 7-ci ən yar'ahə idə maridat. Xəstələndiyi zaman yəni ona baxmasıdır. Fəqad qəbə Osman ibn Affan radiyallahu anhu an qazvəti Bədr. Osman radiyallahu anhu Bədir döyüşündə iştirak etməmişdir, geridə qalmışdır. Niyə görə? Liənnə zəvcəhu Ruqayyə binti Rasulillah. Çünki onun zövcəsi Peyğəmbər s.ə.v qızı Ruqayyə radiyallahu anhə xəstə idi. Fəqal ləhu Rasulullah s.ə.v Peyğəmbər s.ə.v ona deyir ki, əqim ma'hə, onunla birgə qal, və ləkə əcru mən şəhidə bədran və səhmuhu. Və deyir ki, sən deyir, orada qal və ona xidmət et və sənə Bədirdə, o Bədir döyüşündə iştirak edənin həm əcri vardır və həmçinin payı vardır. O qənimətdə pay düşür də. Eyni ilə o payda var. Hədis Buxarıda keçir. Və həmçinin gözəl davranışa aiddir. Ən yusa'idəhə idə kənət mərida, əv fīmə fəqulə aleyhə, əv indəl həmlə, əv indəl vəd'i. Yəni ona kömək etməsi xəstə olduğu zaman və yaxud da ona ağır bir şey olduğu zaman və digər vaxtlarında, hamiləlik vaxtında ona yardım etmək. Və hədə leysə aybən və lə naqsan fi rüculətir rəcul. Yəni bu vaxtlarında kömək etməsi bu kişinin kişiliyinə naqislik gətirmir və eyb də deyildir. Və innəmə huvəl muru'atu vəl karam. Və bu muru'at sayılır. Yəni kişilik sayılır, hörmət sayılır, rəhmət və şəfqət sayılır. Və mən lə yərham lə yurham. Rəhm etməyən rəhm olunmaz. Peyğəmbər s.ə.v buyurur: "Ər-rahimunə yərhamuhumullah." Rəhm edənlərə Allah rəhm edər. İrhamu əhləl ard, yərhamukum əhlus səmə. Siz yer əhlinə rəhmət edin və göy əhli də sizə rəhm edər. Göydə olanlar da sizə rəhm edər. Fəhə huvə a'zamur ricali Muhammedun sallallahu aleyhi və səlləm lə yəstənkifə əbədə. Və budur, kişilərin ən əzəmətlisi olan Muhammed sallallahu aleyhi və səlləm heç vaxt belə şeydən boyun qaçırmazdır. Və huvəl-ləzi yəhmül ə'bə'əl ümmətil İslamiyyə bi əsrə. Bütün ümmətin yükünü daşımaqla yanaşı, yenə zövcəsinə kömək edərdi. Bütün ümmətin yükünü daşıyır. Bununla yanaşı ev işində zövcəsinə kömək edərdi. Və huvəl Mətəlül ə'lə, ən uca misal da odur. Ədəb-ül Müfrəddə gələn hədisdə Aişə radiyallahu anhə deyir ki, Kənə Rasulullah s.ə.v yəfli thəvbəhu və yəhlibu şətəhu və yəxfimu nəfsəhu. Yəni, Peyğəmbər s.ə.v paltarını tikər və qoyunu sağar və özünə də xidmət edərdi.
Və fi rivayət kənə yaxsifun na'lə, hətta ayaqqabını düzəldər, və yarqa'u thawb, yəni paltara yamaq vurardı, və yaxidu və tikərdi. Və indəl Buxari, Buxarıda gələn rivayət, Əsvəd ibn Yezid ən-Nəxaidən, Aşir radiyallahu anhədən soruşur, mə kənə ən-nəbiyyü sallallahu aleyhi və səlləm yasna'u fil beyt. Peyğəmbər sallallahu aleyhi və səlləm evində nə edərdi? Deyir ki, kənə yəkunu fi mihnəti əhlihi, ailəsinin xidmətində olardı. فَإِذَا سَمِعَ الْأَذَانَ خَرَجَ, əzanı eşidən kimi isə çıxardı. Və Buxarıda gələn rivayət Aşir radiyallahu anhədən kənə Rasulullah sallallahu aleyhi və səlləm yəkunu fi mihnəti əhli. Peyğəmbər sallallahu aleyhi və səlləm ailəsinin xidmətində olardı. فَإِذَا حَضَرَتِ الصَّلَاتُ خَرَجَ إِلَى الصَّلَاةِ, namaz vaxtı gəldiyi zaman namaza çıxardı. Və həmçinin gözəl davranışa aiddir 9-cu ən yasbira aleyhə, ona səbr etməsi. Və an ya'fu anha və yura'iya ma fiha min canibil qusuri el-fitri. Deməli, ona əfv etməsi və həmçinin onun fitrətində olan qüsurlar, naqisliklər ortaya çıxdığı zaman güzəştə getməsi, nəzərə alması. Fəmə minnə min əhədi illə və ləhu əxta və zunub. Və bizdən elə bir kimsə yoxdur ki, onun xatası və günahı olmasın. Və hədə tabiatul bəşər. Yəni, bu bəşərin təbiətidir və həmçinin qadının təbiəti belədir. Kəmə fəhəməhə lənə Rasulullah s.ə.v. Necə ki, bunu bizə Peyğəmbər s.ə.v. anlatmışdır, başa salmışdır. Buxari Müslimə gələn hədisdə Əbu Hureyra radiyallahu anhudan deyir ki, mən kənə yu'minu billah vəl yevmil əxir. Fəidə şəhidə əmrən fəlyətəkəlləm bi xeyrin əv liyəskut. Kim Allaha və qiyamət gününə inanırsa, bir işə şahid olarsa, ya xeyir danışsın və ya sussun. وَاسْتَوْسُ بِالنِّسَى və qadınlarla yaxşı davranın. فَإِنَّ الْمَرْأَةَ خُلِقَتْ مِنْ ضِلَعٍ, qadın əyri qabırğadan yaranmışdır. وَإِنَّ أَعْوَجَ شَيْءٍ فِي الضِّلَعِ أَعْلَى, və qabırğanın da ən əyri hissəsi, ən yuxarı hissəsidir. İn zəhəbtə tuqiməhu kəsərtə, əgər onu düzəltmək istəsən sındıracaqsan. Və in tərəftəhu ləm yəzəl ə'vac, tərk etsən əyri olaraq qalacaqdır. İstəvsu bin nisə xeyra, və qadınlarla gözəl davranın. Deməli, bu hədisdə ennel mara tuqavva lakin tuqavva bir rifq. Yəni, bu hədis onu bildirir ki, qadın düzəldilməlidir. Amma mülayim şəkildə. Düzəldilməlidir, mülayim şəkildə. İbn Həcər rahimehullah Fəthül Bəridə deyir ki, və fil hədisi ramzun ilə təqvim bir rifq. Yəni, bu hədisdə işarə vardır. Qadını mülayim şəkildə düzəltməyə işarə vardır. Biheythu la yubaliğu fi, yəni həddini aşmamalıdır ki, sına bilər. Və həmçinin buraxmamalıdır ki, tam əyri olaraq qalsın. Və ilə hədə əşarəl Buxari fi bəd, və Buxari rahimehullah özü də babda buna işarə etmişdir. Və həmçinin digər hədisdə İmam Əhmədin Müsnədində Şeyx Alban rahimehullah Səhih Camiədə səhihləşdirmişdir. Samura radiyallahu anhudan deyir ki, qala Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. İnnəl mar'atə xuliqat min dılə, qadın qabırğadan yaranmışdır. Və innəkə in turid iqamətəl dılə təksiruha fədərihə təiş bihə. Əgər sən deyir, onu düzəltmək istəsən, sındıracaqsan, yəni onu yola ver ki, onunla yaşaya biləsən. Və lə yəni dəlikə ədəmə təqvimin evcəd. Bu demək deyil ki, onda olan əyriliyi düzəltməməlisən. Xasada ilə təəddə hudud Allah, xüsusən də Allahın hədlərini aşdığı zaman düzəldilməlidir. Yuxadı minhə əllə yəsluq alə-l-əvfəci, və həmçinin buradan fayda olaraq çıxarılır ki, qadını əyriliyində saxlamaq da olmaz. İdə təəddət mə tubiyyət aleyhi minən nəqsi ilə təatil məsiyyəti min mübaşərətiyə əv tərkil vacib və innəmə yətruka alə-i'vəcəc fil umuril mübahə. Xüsusən də qadın, yəni hər hansı bir günaha düşərsə, asiliyə, onda düzəldilməlidir. Və yaxud da vacibi tərk etdiyi zaman düzəldilməlidir. Və burada hədisdə tərk olunan, sən o əyriliyi tərk edə bilərsən, saxlaya bilərsən, bu icazəli olan işlərdədir. Mubah olan işlərdədir. Və hədisdə gələn sındırmaq məsələsi, yəni nə demək? Sındırarsan, yəni boşayarsan. Boşamaqdır. Və in zəhəbtə tuqimə kəsərtə və kəsruha talaqva. Yəni sən onu tam düzəltmək istəsən, sındıracaqsan, yəni sındırmağın da nədir? Onu boşamağındır. Və liya'ləmil mu'min ennəl umura bi təqdirillah. Mömin insan bilməlidir ki, işlər Allahın təqdiri ilədir. Fərubbə şeyin yara fihi şər cəəhu minhul xeyrə. Bəzən insan şər gördüyü işdən nə gələ bilir? Xeyir gələ bilir. Allah Teala buyurur: "Fə in karihtumuhunna fa'asa an takrahu şey'an
Və yec'alallahu fihi xeyran kəsiran. Siz deyir, onları xoşlamadığınız zaman qadınları, ola bilsin, sizin xoşlamadığınız şeydə Allah Teala çoxlu xeyirlər qoyar. فَيَنْبَغْ لِلرَّجُلْ أَنْ يُرَاعِيَ هَذَا الْقُسُورِ Yəni kişiyə vacibdir ki, bu kimi qüsurları, naqisliyi nəzərə alsın. وَيَغُدُّ الطَّرْفَ عَنْ بَعْضِ أَخْطَاءِ الزَّوْجَةِ Və zövcənin bəzi xatalarından keçsin, göz yumsun. İn ləm yekun fi ixlal bi şər'i ilə bir şərtlə ki, o işlərdə şəriətə xələl gətirmə yoxdursa. Və la yetəxid hədəl qusur mübərrir li-ta'ni fi şəxsiyyətil mər'a Yəni o orada olan qüsuru, naqisliyi qadının şəxsiyyətinə tənə etmək üçün bir bəhanə gətirməməlidir. Avil intiqas min qadriha fi kulli an və hin və yaxud hər hansı bir qüsuru qadını aşağılamaq üçün, dərəcəsini naqisləşdirmək üçün, yəni bir səbəb tutmamalı. Bəl yec'alu hadal hadis dawa'an li'ilac. Əksinə, yəni orada əyrilik keçir axı. Yəni əksinə bu hədisi müalicə üçün bir dərman tutmalıdır. Hər hansı bir problem yarandığı zaman. وَلِذَلِكَ يَتَوَقَّوْ زَوْجُ الْقَصِيرِ مِنَ الزَّوْجَةِ وَلِذَلِكَ يَتَوَقَّوْ زَوْجُ التَّقْصِيرِ مِنَ الزَّوْجَةِ Yəni bunu biləndə, yəni kişi bilir ki, artıq yəni qadından hər hansı bir qüsur ortaya çıxa bilər. Yəni insan bu hədisləri biləndə, yəni onu dərk edir ki, qadında əyrilik var, bunun yaradılışında var, fitrətində var. Yəni biləndə ki, bu var, insan nəyə çalışır? Güzəştə getməyə çalışır. Amma nə vaxt ki, onu tam yəni hesab edəndə hər hansı bir naqislik ortaya çıxdığı zaman yəni yola verə bilmir. Amma bunu bilməsi, naqisliyin olduğunu bilməsi kişini güzəştə getməyə yönəldir. Və həmçinin kişi xatırlamalıdır. Bu hədisi ona dəlat edir. Səhih Müslimdə keçir. Əbu Hüreyrə radiyallahu anh buyurur ki, La yafraq mu'minu mu'minə Bir kişi mömin qadına bütövlüklə, tam şəkildə nifrət etməsin. İn kərihə minhə xuluqan radiyə minhə xuluqan axar Və bir əxlaqından xoşu gəlmədiyi zaman digər əxlaqından xoşu gələr. Deməli, bu hədis ona dəlat edir ki, zövcəsinə tam şəkildə nifrət etməməlidir. Hansı ki, o nifrət ayrılığa gətirib çıxardır. Əksinə, ondan hər hansı bir səhlənkarlıq, qüsur ortaya çıxdığı zaman ən yanzura iləl cənibil müşriq min əxlaqihə əl-həsənə uxra Onun digər parlaq, gözəl əxlaqına baxmalıdır. Və burada olan hər hansı bir naqisliyinə isə göz yummalıdır. Yaxşılıqlarını xatırlayaraq. Fəkəm ləhə min əyədin beyda aleyhə fissahihin Necə ki, yəni qadının da nə qədər digər yaxşı işləri də olmuşdur. Aşir radiyallahu anh yana rəvayətdə وَلَمْ أَرَى إِمْرَأَةً قَطُّ خَيْرًا فِي الدِّينِ مِنْ زَيْنَبٍ Aşir radiyallahu anh deyir ki, mən dinində Zeynəbdən daha xeyirli qadın görmədim. وَأَتْقَى لِلَّهِ وَأَصْدَقْ حَدِيثًا Onun kimi taqvalı, onun kimi doğru danışan görmədim. Və avsal lirrahimi və azam sadaqatan Və onun kimi qohumluq əlaqəsini birləşdirən və onun kimi çox sədəqə verən birisini görmədim. Və əşəddu ibtidalən li nəfsiyə fil aməliləzi təsaddaqa bihi və təqarrabə bihi Və həmçinin etdiyi əməldə, verdiyi sədəqəsində, Allaha yaxınlaşdığı əməlində özünü isə ən aşağı görən, şiddətli şəkildə sadə görən birisini görmədim. Mə adə səvra min hiddətin kənət fiyhə tusri'u minhəl fey'ə Və bəzi onda onun təbiətində olan yəni bir çılğınlıq idi ki və dərhalda ondan qayıdardı. Yəni onun kimisini görmür. Fi hadal hadis dəlil alə ennel mər'ə budən yekunu fi hafazat. Yəni bu özü dəlildir ki, qadından müəyyən xətalar, qüsur çıxmalıdır. Fələ buddə lizzəvcil aqili və ağıllı kişi də bu çıxan xətalardan da göz yummalıdır, yola verməlidir və bağışlamalıdır. Mələm yekun fiddi əgər o xətalar dində deyilsə, binnada ilə məfiyə və məhasinə uxra və mubah olan işlərdədirsə, digər yaxşılıqlarını xatırlayaraq göz yummalı. Bəl undur keyfə kənə Zübeyl-ün Avvam. Bax deyir, Zübeyl-ün Avvam radiyallahu anhu necə göz yumardı zövcəsinin o etdiyi əməllərinə. Buxarıda gələn rəvayətdə Əsma radiyallahu anhadan deyir ki, kuntu a'cinu və ləm əkun əxbiz və kənə yəxbizu li cəratun minəl ansar və kunnə nisvətə sıdq. Deyir ki, mən deyir, xəmiri yoğurardım, amma çörək pişirməzdim. Çörəyi mənim üçün ansarlardan olan qonşularım
qadınlar bişirərdi. Və onlar doğru qadınlar idi. فَإِذَا وَجَدَ زَوْجُ تَقْصِرًا فِي شَيْءٍ فَلْيَتَذَكَّرْ سَائِرَ أَعْمَالِ الزَّوْجَةِ الطَّيِّبَةِ Və buna görə kişidir, qadında hər hansı bir qüsurlar, naqisliklər gördüyü zaman zövcəsinin digər yaxşı əməllərini xatırlasın. وَبِهَذَا يَعِشُ مَعَهَا سَلِيمَ الصَّدْرِ Və bununla deyir, onunla yəni bunlar xatırladığı zaman onunla qəlbi salamat olduğu halda yaşayır. فَلَا بُدَّ لِلزَّوْجِينَ أَنْ يَتَخَطَّى كُلُّ مِنْهُمَا هَفَوَاتِ الْآخَرِ Hər ikisi də, həm kişi, həm şimdi qadın bir-birlərinin yəni xatalarından keçməyi bacarmalıdır. Hətta təstəmir həyat-ı zövciyyə bununla da yəni ər-arvadlıq həyatının davam etməsi üçün. Burada Qazər Rahimullah deyir ki: "Va'lem ən leysə husnul xuluq ma'al imarat kaful ada anha." Bil ki, gözəl əxlaq yəni ona əziyyət verməmək deyildir. Gözəl əxlaq qadına əziyyət verməmək deyildir. Əksinə gözəl əxlaq onun əziyyətinə dözməkdir. Və o qəzəbləndiyi zaman, özündən çıxdığı zaman ona qarşı səbirli olmaqdır. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmi nümunə götürərək. Fəqad kənət nisəuhu turaci'nəhul kələm və təhcuruhu əl-vahidət minhə yawman iləlli. Hətta Peyğəmbər sallallahu zövcələri ona cavab qaytarar və onlardan biri gün ərzində axşama qədər onu danışdırmazdı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm. Buxari Müslimə gələn hədisdə Umar radiyallahu anhuda enne imratu raciatu fil kelam. Umar radiyallahu anhunun zövcəsi söz qaytarır. Faqala aturaci'ini ya lak'a. Yəni bu ərəbdə bir söz luka deyilir kişilərə. Qadın lak'a deyir, ey luka deyir. Sən mənə söz qaytarırsan. Fəqalət inə əzvacə Rasulullah sallallahu aleyhi və səlləm yuraci'nə və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələri o səndən xeyirli olduğu halda ona söz qaytarır. Yəni Peyğəmbər sallallahu səndən də xeyirlidir, amma onun zövcələri söz qaytarır. Ömər radiyallahu anh deyir ki, xabət Hafsa və xəsrət in raci'atuhu. Onda qızı Hafsa əgər söz qaytardısa ondan vay halına oduzdu ki, ziyana uğrar. Thumma qali Hafsa Sonra Umar radiyallahu anh Hafsaya deyir ki, "La təğtərdi bibnəti Əbi Quhafə." Sən deyir, Əbu Bəkrin qızı ilə aldanma. Yəni Ayşə ilə də. Fə innəhu nəhibbu Rasulü. Çünki o Peyğəmbər sallallahu əleyhi sevimlisidir. Zövcələr isə ən çox sevdiyidir də. Və xavvafəhə minəl muraciə və öz qızını Peyğəmbər sallallahu əleyhi qarşı söz qaytarmaqdan çəkindirir. Yəni Buxari Müslimə gələn hədisdə Ayşə radiyallahu anhə qalət kənə Rasulullah sallallahu əleyhi və səlləm yəqul li. Peyğəmbər sallallahu əleyhi mənə deyərdi ki, Ayşə radiyallahu anh deyir: "İnni la'arifu ghadabak min ridak." Fəqalət və keyfə ta'rifuhu? Peyğəmbər sallallahu əleyhi Ayşə radiyallahu deyir ki, mən deyir sənin deyir qəzəbli vaxtını və razı olduğun vaxtı mən ayıra bilirəm. Və Ayşə radiyallahu tərcümə soruşsan necə bilirsən? Deyir ki, "İzə raditi qult la və ilahi Muhammed." Deyirsən, razı olduğun zaman deyirsən ki, xeyr, Muhammedin ilahına and olsun, Rəbbinə and olsun. Amma qəzəbləndiğin zaman deyirsən, qult la və ilahi İbrahim. İbrahimin və ilahına and olsun. Qalət sadaq innəmə əhcur ismədi. Mən qəzəbləndiyim zaman sadəcə sənin adını tərk edirəm də. Və fi rivayət ənəhu sallallahu aleyhi və səlləm qalə ləhə Başqa rivayətdə isə Peyğəmbər ona deyir ki, "İnni la'alamu iza kunti anni radiyə və iza kunti aleyyə ghadbə." Mən bilirəm, sən nə vaxt razı qalıbsan, nə vaxt qəzəblisən. Qalət min eynə ta'rifu zəlik və ta'rifu zəlik. Ayşə radiyallahu soruşur ki, sən bunu hardan bilirsən? Qalə əmə iza kunti anni radiyə fə innəki təqulin la və rabbim. Burada isə başqa ləfslə sən razı qaldığın zaman deyirsən ki, xeyr, Muhammedin Rəbbinə and olsun. Qəzəbləndiyin zaman isə deyirsən ki, "Və Rabbi İbrahim, İbrahim Rəbbinə and olsun." Qalət əcəl deyir ki, "Bəli vallahi ya Rasulullah, mə əhcuru illə ismək." Yalnız sənin adını, yəni ismini tərk edirəm. Bəl undur ilə hədəl mövqifilləzi aləcə fihi Nəbi s.ə.v bil hikmə. Hətta sən deyir, bu mənzərəyə, bu hadisəyə bax, Peyğəmbər s.ə.v necə hikmətlə müalicə etmişdir. Və muraat li məşairil mar'a vəlləti dəfə'əhə əl-ğayrə. Necə deyir Peyğəmbər s.ə.v
orada qadının hisslərini, hissiyatını nəzərə almışdır. Hansı ki, onlar da qeyrətdən, yəni qeyrətdən, qısqanclıqdan doğmuşdur. Fəqad axraca ənəsə min hadisi Ənəs ibn Məlik. Bu hədis keçir İmam Nəsəinin kitabında. Ənəs ibn Məlik radiyallahu anhudan gəlir. Qalə, kənə nəbiyyü sallallahu ində ba'də nisəihi. Peyğəmbər sallallahu zövcələrinin birisinin yanında idi. فأرسلت إحدى أمهات المؤمنين Safiyyə bis-sahfatin fiha ta'am. Və möminlərin analarından biri, yəni digər zövcələrindən biri bir qabda yemək göndərir. فَضَرَبَتِ النَّبِيُّ sallallahu əleyhi və səlləm fi beytiyə. Peyğəmbər bu zövcəsinin evindədir. Başqa zövcəsi də yemək göndərir. Və bu evində olduğu zövcə vuraraq o qabı sındırır. Vahiyyə Aişə, o da sındıran kimdir? Aişə radiyallahu anhədir. Xidmətçinin əlinə vuraraq qabı sındırır. Fəsaqatatis-sahfatu fənfəlaqat. Yəni qaba vurur və qab yerə düşərək sınır. Fəcəmən Nəbi sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu qabı yığır. O qırıqları yığır. Thumma ja'ala yecma'u fiha at-ta'am və qabda yığandan sonra yeməyi yığır. Və yaqulu gharat ummukum və deyir ki, sizin ananız deyir qısqandı. Gharat ummukum. İkinci dəfə deyir, sizin ananız qısqandı. Thumma habasal xadim. Sonra deyir xidmətçini saxlayır o kim ki yeməyi gətirir, deyir dayan. Deyir ki, gözlə hətta ətə bi sahfati min indillati huwa fi beytiha. Buna deyir ki, yemək gətir, qabı gətir. Fədəfə sahfətə sahihə ləti kusirat sahfətuha və əmsəkəl məqsurə fi beytiyə əlləti kusirat fi. O sınıq qabı bu evdə saxlayır və sağlam qabı verib göndərir ora. Ondur əxil Həbib deyir, bax deyir, sevimli qardaşım Peyğəmbər s.ə.v-in davranışına belə bir halda və keyfə aləcə, necə müalicə etdi və keyfə ənəl məv marra dunə ədnəmiş məsələdə heç bir problem olmadan deyir, həll oldu deyir. Və ləkə ən tətəxəyyəl in hədəfə hədə ləkə. Sən deyir, təsəvvür elə, bu sənin başına gəlsə necə olardı? Fəmədə kuntəsə təfəsən nə edəcəkdir? Cavabı deyir, sənə buraxıram deyir. Və bundan sonra gəlir 10-cu. İnşallah mövzu biraz uzundur. Bununla kifayətlənək. Allah təala işləyib faydalanır etsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi